Herkese salam dostlar. Ümid edirəm işləriniz qaydasındadır. Mən Aysu Evazova. Bəlkə məni TikTokdan tanıyırsınız və istəyirəm ki, TikTokda çəkdiyim videoları YouTube'da da çəkim. TikTok səhifəmdə description-a yerləşdirmək istəyirəm ki, oradakı videolarıma da baxa bilərsiniz. Mən qısa olaraq özümü tanıtmaq istəyirəm. Deməli, adımı bəhs elədim ki, Aysu Evazovadır və mən bu il AD Universitetindən məzun olmuşam. Ona görə də mənim daha çox kontentlərim AD Universiteti ilə bağlı olur və əlbəttə ki, AD Universitetində ödənişsiz təhsil almanın bir çox yolu var. Yəni mümkündür. AD da əlbəttə ki, hər kəs üçün ödənişsiz deyil, ödənişli deyil daha doğrusu. Və mən bundan bəhs etmək istəyirəm ki, mən AD Universitetində necə oxumuşam, yəni maddi cəhətdən bəhs eləyəcəm təbii ki də. Bu arada mənim ixtisasım dövlət və ictimai münasibətlər və dinlə girmişəm. AD-yə girməyə müxtəlif yollar var. Okay. Deməli, məndə məcburi köçkün statusu var. Ona görə də mənim ixtisasım normalda 6000 manatdır, 3-cü qrup bu ixtisas. Amma məndə bu deməli güzəşt olduğuna görə, bu status olduğuna görə mən bir il üçün 6000 yox, 750 manat ödəyirdim. Yəni artıq bu il məzun olmuşam və yəni sizə əgər belə bir statusunuz varsa, bundan təbii ki də istifadə edə bilərsiniz. Amma mən bunu da qeyd etmək istəyirəm ki, mən oxuduğum müddətdə heç təqaüd falan almadım, yəni stipendiya almadım. Bunun səbəbi də, yəni o vaxt stipendiya verilmirdi bizə. Ümumiyyətlə ADA-da 2025-ci ildən etibarən bunda bəhs edəcəm. Dövlət sifarişli yerlər açılıb. Ondan əvvəl yəni verilmirdi stipendiya. Belə, amma yenə də yəni mən bunun çox elə pis olmuram ki, öyrəşmişdim buna və bir videoda bəhs edəcəm. Mən Erasmus eləmişəm və kind o pulları biraz geri qaytarmışdım Erasmusdan aldığım təqaüd sayəsində, Erasmus Plus təqaüd sayəsində. Nəysə, amma videomu çox da başqa yerlərə çəkmək istəmirəm. Əsas fokusdan heç vaxt çıxmaq istəmirəm videolarımda. İndi ADA-da ödənişsiz təhsil yolları. Mən özümünkini bəhs elədim, amma sizdə belə bir şans olmaya bilər. Şans deyəndə yəni sizdə bu status olmaya bilər və siz nə edə bilərsiniz? Başqa hansı yollar var? Onlardan danışacağam. Deməli, mən 2022-ci ildə qəbul olmuşdum, 2026-da məzun oldum. Mənim vaxtımda dövlət sifarişləri yox idi. Amma 2025 və daha sonrasında universitetə qəbul olan insanlarda dövlət sifarişli yerlər açıldı. ADA yəni bunları açdı. By the way, ADA-nın özü də status olaraq dövlət universitetidir. Yəni özəl universitet deyil. Bir çox insan bunu səhv eləyir, səhv düşünür. Deməli, kompüter elmi, hansı ixtisaslarda dövlət sifarişli yerlər var, bunlar deyəcəm. ADA bildiyimiz kimi 4-cü qrup ixtisası yoxdur. 2 var, 1, 2, 3-cü qruplar var və yalnız 1 və 2-ci qruplarda dövlət sifarişli ixtisaslar açılıb, 3-cü qruplar üçün yoxdur. 1-ci qrup üzrə kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və riyaziyyat. Bu 4 ixtisas hərəsində 30 yer ayrılıb. Bu 4 ixtisas üçün hərəsində yəni. 1-ci qrup üzrə 120 dənə yerdə dövlət sifarişlər üçün, yəni pulsuz ödəniş üçün ayrılıb. Və ikinci qrupda bunu 2 ixtisas üçün eləyiblər. Birincisi maliyyədir, ikincisi iqtisadiyyatdır. Bunlar üçün də hərəsindən 30 yer ayrılıb, toplamda 60 yer. Yəni və məncə hələ də bu belədir. Yəni 2025-dən bəri 2026-cı il üçün qəbullarda da belədir və bildiyimiz kimi sabahlar ixtisas seçimi başlayır və ümid edirəm ki, bu video azca da olsa sizin ixtisas seçiminizə kömək dəyər. Ümumiyyətlə bu videolarım sizin üçün faydalı olar. İndi dövlət sifarişli qəbul olanda sizin üçün çox böyük bir şans yaranır. Çünki həm də sizə təqaüd verirlər. Amma normal girəndə məncə ADA təqaüd vermək teması yoxdur, ancaq dövlət sifarişlər verildiğini düşünürəm. Yəni mən və yaxud mən heç almamışdım bu 4 il, çünki belə bir prosedur yox idi. İndi əgər siz bu dövlət sifarişli bir yerə qəbul olmusunuzsa, sizə həm də prezident təqaüdçüsünüzsə hər ay, əgər ADA-dakı dərsləri 91-100 bal arasında hər dərsdən bir bal toplanırsa, siz 275 manat təqaüd alırsınız hər ay. Əlaçı təqaüdü əgər prezident təqaüdçü deyilsiniz, amma yenə də 91-100 bal aralığını toplamısınızsa, sizə yenə 175 manat verirlər hər ay. Həvəsləndirici təqaüd bu çox əladır. Minimum 71 bal toplasanız belə, hər dərsdən ayda 145 manat, hətta 51 bal minimum toplasanız belə sizə hər ay 100 manat verir. Yəni bu çox əla bir şeydir həqiqətən. Dövlət sifarişinin qəbul olunanda çox şanslıdırlar deyə düşünürəm. Yəni bu ixtisaslarda deməli nə var? Dövlət sifarişi yerləri, amma 3-cü qrup ixtisasları üçün də və digər ixtisaslar üçün də bəzi yaxşı bal toplasanız, bəzi güzəştlər var. Deməli, bütün ixtisaslar üzrə 690 və 700 bal arası toplasanız, 4 il müddətində təhsil haqqını az olursunuz. 650-609 bal arası toplasanız, istənilən ixtisas seçsəz, təhsil haqqında ilk il azad olursunuz. 600-649 bal aralığında bir bal toplamısınızsa, ilk ilin birinci semestrindən təhsil haqqından azad olursunuz. Bu saytda birinci ildə %50 təhsil haqqında güzəşt, yəni birinci ilin birinci semestrində ödəniş eləmirsiniz. Məncə bu da pis bir yol deyil. Əgər çox yaxşı bal toplamısınızsa, ADA-nı seçin təbii ki də. Bir də bilirik ki, İtaliya-Azərbaycan Universiteti var. Orada qəbullar 2024-dən bəri olmuşdu. Yəni 2024-də İtaliya-Azərbaycan Universitetləri tikilməkdəydi deyə dərs oradakı tələbələr ADA Universiteti təhsil aldı. Amma indi yəni artıq çoxdan hətta deyərdim ki, mən 2025-ci ilin 2025 noyabrının orada yəni tədris başlamışdı. Deməli orada da bir ixtisas var, heyvandarlıq ixtisasıdır. O da kind ADA-nın içində olan bir yerdir. Məsələn, mən ADA Universitetinin tələbəsi olaraq rahat ora gedə bilərdim. Onlar bizə gələ bilərdi. Yəni onsuz çox eyni kampüsün içərisindədirlər. Oranın kampüsü də çox qəşəngdir. Əgər heyvandarlıq ixtisasına qəbul olunmusunuzsa ki, məncə bu ixtisas elə ADA Universitetində yox, İtaliya-Azərbaycan Universitetindədir. Bunu Agrodriver qarşılayır, saytlarında elə bir məlumat görmüşdüm. Ən yüksək bu ixtisasa qəbul olan və ən yaxşı bal toplayan 5 nəfərə, ən yüksək bal toplayan 5 nəfərin ödənişinin az olur təhsil haqqında. Və əgər təqaüdlü yerlərə müraciət bəli, amma əlbəttə ki, siz bu yay, əgər kəsilsəz falan və yaxud da yay, by the way, ADA Summer School var, bunun haqqında video çəkə bilərəm. Yəni Summer School
istənilən təqaüdə sahib olsanız belə həmişə ödənişli olur deyəsən bu arada. Yəni onun ödənişlənmə bir yol yoxdur. Və çox qısa ondan da bəhs edeyim. Hal-hazırda Summer School-da bir dərsin qiyməti 700 ixtisasın sos dəyişir, amma mənim ixtisasım 525 manat idi. Və məsələn mən də dediyim kimi məcburi köçkün status olmağına rəğmən mən o pulu ödəməli idim. Düzdür, heç vaxt Summer School götürmədim çünki lazım olmamışdı mənə. Amma yəni belə bir şey var. Okay, heyvandarlıq ixtisası ilə əgər o ixtisasa qəbul olsaz, sizə də 50% sırf bu ixtisasa qəbul olmusunuz deyə 50% güzəşt eləyəcəklər. Mənim elə gəlir ki, bu ixtisasa qəbul daha da belə heyvandarlıq deyən insanlar çox da xoş gəlməyə bilər bu ixtisası Azərbaycan yerində də. Məncə bu ixtisasa olan marağı artırmaq üçün belə təqaüdlü yerlər qoyublar deyə düşünürəm. Yes, başqa bir də gələn videomda Respublika fənn olimpiadalarına bağlı video çəkmək istəyirəm ki, onlarla bağlı yüksəklik. Deyim ki, TikTok hesabımda da bunlarla bağlı çəkmişəm videolar. Daha qısa videolar çəkirəm orada. Çünki TikTokda ümid edirəm videomu bəyəndiniz və yəni feedbacklər də verə bilərsiniz təbii ki də mənə. Onun dışında belə başqa suallarınız varsa onları deyin. Mən də cavablandırmağa çalışacağam. Həm də mənim üçün video fikri olar. Bəli, bu qədər. Sağ olun, salamat qalın.